Təbii ki, biz uşaqları qəbul etdikdə və bizə yaxınlaşanda biz bilirik, onun aqressiyasından bilirik. Şəxsən mən uşaqları qəbul etdikdə çimdik də vurublar, hətta elə olub ki, aqressiv şəkildə bizə yanaşıblar. Biz bunu da başa düşürük ki, bu ailədən irəli gəlir. Ailədə təbii ki, valideynləri də başa düşürük, səbir, təmkinli olmalıdır. Amma nə qədər səbir, təmkin olsa da hərdən deyirlər ki, biz yorulduq, bizə kömək edin. Təbii ki, biz əlimizdən gələn dəstəyimizi göstəririk. Yəni, mən özüm hal-hazırda əqli qüsurlu uşaqlarla işlədiyimə görə, nitq qüsurlu olan uşaqlarla işlədiyimə görə, yəni mən o valideynləri də çox gözəl başa düşürəm və biz bunu bilməliyik ki, bir mənalı. Elə valideynlərin övladları sosiallaşmalıdır, bağçaya getməlidir, məktəbdən qırağa qalmamalıdır. Amma çox təəssüf olsun ki, bizim valideynlərimiz bunlara görəndə əslində təhsili fərdi olaraq evdə müəllim tuturlar, uşağa dərs keçirlər. Amma bu da heç düzgün deyil. Uşaq nə qədər məktəbdə sosiallaşsa, bir-biri ilə oynasa, uşaq o qədər açılır və valideynə də kömək olur. O yüzden valideynlərdən təbii ki, psixoloji dəstək lazımdır ki, o ağır negativi üzərindən götürək ki, həyat davam edir. Yəni, heç bir şeyin sonu deyil ki, hər bir şeyə çarə var.